Salam qızlar, sabahınız xeyir olsun, gününüz uğurlu olsun, bərəkətli olsun inşallah. Nətərsiniz? İnşallah ki, yaxşı olun. Qızlar, deməli səhər durmuşam, işə nətər başlamışamsa, vlog çəkmək yadımdan çıxıbdı. Deməli bu qabları yuxarıdan gətirmişəm hamısını. Qışda bir-bir aparmışıq yuxarı. Sonra qalıb orada. Mən gedəndən sonra da mamagil aparıb, orada qalıb. Hamısı yuxarının qabı aşağı qarışıb, aşağının qabı yuxarı qarışıbdı. Mən özüm olanda aşağıda bişirirdim yeməyi. Qazanı götürürdüm, gedirdim yuxarı. Yuxarıda elə boşqablar var idi da, paylaşdırırdım qışda. İndi də yaydı. Ona görə elə bunları düşürtdüm. Qaraları yuxarıda saxladım. Qara boşqablarım var idi. Onları yuxarıda saxladım. Bunları gətirdim bura. Belə yavaş-yavaş başlamışam işlərimi görməyə. Öz yerlərinə bunları indi yığım. Bilirsiniz də qızlar, hələ bizdə aşağıda da remont yoxdur deyə. Ona görə tez-tez tozlanır. Yəni mən nə işlətsəm, əlimin altında nəyi işlətsəm, hamısını yaxalayıram, silirəm, elə işlədirəm. Laf yuyub qoysan da, neynəsən də bilirsiniz də yayın tozu başqa olur. Həm də ki remontsuz evdə vəbşim nətər deyim, toz çox olur. Ona görə də aşağıda qazan, boşqab, stəkan, əlimi nəyə açsam, hamısını birinci suyun altında yaxalayıram. Ondan sonra işlədirəm. Belə qızlar, bunları yerləşdirim. İnşallah indi gücüm çatdıqca yavaş-yavaş videolardan çəkərəm. Bilirsiniz də, video çəkəndə adam işi elə bil ki, 2 qat görür. Əgər mən 1 saata işimi bitirəsiyəmsə, video çəkəndə o işmə gəlir üstümə 2 saata, 3 saata oturur. Belə. İnşallah yaxşı olar. Qızlar, qış paltarlarını qatladım, götürdüm hamısını. Yayları çıxartdım. Bunları da bura tökmüşəm. İndi aşağı düşürdəcəm bunları da. Çox deyib bu təmiz paltara. Bəs bu qədər. Qızlar, neçə gündür gəlmişəm, hələ qazımın üstünü silməmişəm. Bir neçə gündür burada bişirdik, düşürdük. Sağlığımıza. Daha baxdım çatır, buranı gəlib silə bilmədim. İndi buranı da biraz təmizləyim. Burada qazman işim yoxdur bu günlərim. Yağ sökücüm falan yoxdur qızlar. Hələ ki heç özüm də almıram, maraqlanmıram. Desəniz niyə? Baxın, gördüyünüz kimi evimizdə yenilik yoxdur. Mən əvvəldən izləyən qızlarım bilirlər. Uvaynikin yanında darısı qaldı. Ona görə bunu burada yuyum, sonra bura qoyacağım qızlar.
Qızlar, bu qara yerlər yalnızdır, görürsünüz, getmir. Nə qədər bunu simlə də qaşıdım, getmir. Görün, bir dəfə yağ söküsü alaram və kamandan gedər. Amma gedən şeyə də oxşanır. Çünki yalnızdır. Tam da bura qoyuram ki, divar yağ olmasın hələ ki. Görüntümüz yaxşı olmasa da, amma neyini olanımıza şükür. Tut deyib, oradan tökülür qapımızın ağzına. Onsuz da nə qədər süpürsəm də bilirəm ki, yenə batacaq. Biraz heç olmasa o tərəf eləyək ki, ayaqqabıları qaraltmasın. Ne oynuyorsunuz? O ben sonunda çaktım da.
Biraz səliqəyə düşdü. Bir dəfə də yumaq lazımdır ama. Hava istidir, çox istidir. Bir dənə qəşəng ayran içeyim. Çay içmək istədim, sonra fikrimi dəyişdirdim ki, istidir. Ayran içəsi oldum. Nəsən Nazlı? Qızlar, biraz istəyirəm pizza xəmiri yoğuram. Yuska pizza istəyir. Amma bilmirəm nətər çəkiliş eləyim ki, kölgə düşməsin. Axşamüstü olanda o tərəfdən gün düşür. Ona görə ola bilər çəkilişlərim yaxşı olmasın. Belə, daha nə qədər üzürü sayın, yəni çox da yaxşı olmasa. Qızlar, deməli, 4 stəkan un götürmüşəm. Belə bir qazanda suyum var. Bura bir xörək qaşığı olmalıdır. Duruş maya əlavə eləyim. Burada biraz aktivləşsin. Üzərinə bir çay qaşığı pesoq əlavə eləyirəm. 5 dəqiqə bunu qırağa qoyuram. Qıraqda aktivləşsin qızlar. Bir yumurta. Belə qızlar, 3 xörək qaşığı da buna duru yağ əlavə eləyirəm. Ay qızlar, hamısını ayrı-ayrı qablarda gətirmədim. Yerim narahatdır, hələ çəkilişi bir təhər eləyirəm. Üzürü sayın. Duruşumuz da baxın, aktivləşib uji. Bunu da bura əlavə eləyim. Bir stəkan yarım da sudur, bilmirəm, dedim ya demədim. Bir dənə bu tərəfə keçinim. İnşallah ki, kölgəm düşməz oradan. Belə qızlar, ələ yapışmayan xəmir olmalıdır. Yəni, bilənlər bilir qızlar, mən aşpaz falan deyiləm. Prosta bilməyənlər üçün hərdən gəlib soruşurlar qızlar. Ona görə deyirəm. Xəmirimiz dinlənənə qədər qızlar içliyini gətirim, yığım. Deyəsiz, niyə taxtada doğramırsınız? Taxtada doğraya bilmirəm qızlar. Ona görə də hər şeyi əlimlə doğrayıram. Belə rahatdır, belə də eləyirəm.
Aycan. Bu arada xəmirə baxaq. Maşallah, baxın, hər xəmir nə gözəl acıyır. Gəlir. Mən başlayayım bunu yayın. Bura dediyim kimi qızlar, yerim narahatdır. Ona görə çəkilişi ola bilər, göstərməyim. Xəmiri yaydım. Yenə qaranlıq. Baxın. Belə. Xəmir çox yumuşaq bir şey, pambıq kimi bir xəmir alınıbdır. Belə elədikdən sonra qoyuram duxovkaya bir 5 dəqiqə. Orada qalır, özünü tutur. Həm altını, həm üstünü yandırmışam. Bir 5 dəqiqə qalandan sonra çıxardıb təzədən üstünü düzəcəm. Bu reseptdən 3 dənə kündə çıxır. Yəni, nazik istəsəz 4 dənə deyə bilərsiniz, amma 3 dənə olanda çox qəşəng olur. Qızlar, bu ikinci pizzanın üzünə pendir vurdum, amma o birinə vurmamışdım ki, çıxardana yaxın üstünə tökərəm. Birində belə elədim. Onu gətirin. Biraz belə olur. Biraz belə pişir. Pendirini vurun, tam pişsin. Səsi maşallah olsun, dünyanı götürür. Hazırdır. Qızlar, 3 dənə pizza çıxır bu reseptdən. Baxın belə, birini acısız elədim. Bunu Yusif üçün acı biber vurmadım. O biriləri də acı biberlə elədim. Belə. Bugünlük də bu qədər. İnşallah gələn vloglarda görüşərik.